Instagramda sən 10 dollara reklam qoyursan, tutaq ki, Esmira adında biri sənə yazır, sən prosta profilini görürsən, sən nömrə yazmır. O sən problemini də çox vaxt yazmır. Yazır salam həkim, məndə falan balaca bir şey yazır. Amma burada ad, soyad, nömrə və problem var. Məsələn yazır ki, uşağımın 2 yaşı var və uşağımda falan problemlər yaranmağa başlayıb. Bundan əvvəl falan yerə aparmışam və şəkillərin belə göndərənlər var. MRT-nin, KT-nin, EKG-nin və s. Birbaşa lidlərdir. Halbuki bu lidlər Azərbaycanda biz onu eləyənə qədər heç bir klinikada bu yox idi. Və 80 mindən yuxarı lid, bu cür rəsmi konkret müraciət ciddi bir nəticə gətirir. Yəni insanlar Instagramda nəsə axtara bilərsən, Instagramda nəsə iş görə bilərsən, amma internet davranışı Google-da tamamilə fərqlidir. Çünki Instagramda sən bir şey axtardığın zaman 18 ay ərzində, 540 gündə belə, 18 ay ərzində sənə reklam başlayır görünməyə. Məsələn, sən girsən maşına baxsan, o maşın reklamına başlasan görməyə. Amma Google-da belə məntiq yoxdur. Google-da bu dəqiqə axtarırsansa, gedirsən. Yəni, biri intent, Azərbaycan zamanının açıqlaması yoxdur deyə bunu verən İngiliscə deyirəm. Biri intent based-dir, biri interest based. Interest based maraq dairəsinə görədir, intent hərəkətlərə görədir.